Salam uşaqlar, xoş gördük sizləri. Bugün mən Aydə müəllimə sizinlə impuls bölməsindən olan kinetik enerji mövzusuna aid 34-cü məsələnin həllinə baxacağam. Məsələdə bizə deyir ki, təsvir edilmiş N və L cisimlərinin yerə görə potensial enerjilərinin nisbəti 3də 1-dir. Cisimlərin yerini dəyişdikdən sonra sərbəst buraxdım. Onları yerə çatan anda malik olduqları kinetik enerjilərin nisbətini hesabla. Tamam, mən kinetik enerjilərin nisbətlərini hesablayacağam. Amma cisimlərin yerini dəyişməklə. Bunun üçün mən kinetik enerjinin tərkibində olan hansı kinetik enerji, hansı düsturu daşıyır? Biz bilirik ki, kinetik enerjinin düsturu kinetik enerji bərabərdir. mv kvadratı bölünsün 2. Mən y kinetik 2'nin y kinetik 1'ə olan nisbətini və yaxud da belə deyək də n'in elə olan nisbətini tapmalıyam. Amma bunun tərkibində olan kəmiyyətlər ki var, m var, v var. Bunların yerini dəyişməklə, yəni n'in yerinə l yazacağam, l'in də yerinə n yazacağam. Bunu nə cür edəcəm? İndi baxaq. Bizə şəkil verib, şəkildə deyir ki, L cisminin hündürlüğü 2H'dır. N cisminin hündürlüğü də H'dır. Tutaq ki. Bu zaman bizə deyir ki, sənə bir dənə vermişəm. Potensial enerjinin nisbətlərini ki, o da 3də 1'dir. Yazaq. Nə veribsə yazaq. Verib ki, mənə potensial enerjinin N'in elə olan nisbəti bərabər 3də 1. Mən də bilirəm ki, mənim potensial enerjim mgh ilə ifadə olunur. O zaman bu n'in elə olan nisbəti ki var onu yerinə mgh qoymaqla hesablayacağım. Yazacağım, baxın uşaqlar. Y potensial n üçün yazıram. M'nin j h, m'lin j h-a olan nisbəti bərabərdir 3də 1. İndi gətirib qoyuram yerinə. M'lərimiz yoxdur. Olduğu kimi qaldı. J'lərimiz yoxdur. Olduğu kimi qaldı. Amma H'larımız var. N'in H'ı nə qədərdir? H'dır. L'in H'ı 2H'dır. Bərabər etdim 3də 1'ə. Tamam, yazdım 3də 1. Buradan H'lar getdi, J'lər getdi. Qaldı M'nin ML olan nisbəti bərabər 3də 1. Qaldı mı belə? O zaman bunu aldıktan sonra deyir ki, cisimlərin yerini dəyiş. Baxıram ki, burada bir dənə 2 var idi. O zaman bunu keçirim bərabərliyin bu tərəfinə. Buraya yazım 2. Bu 2'ni buradan silim. Elə bil uşaqlar 2'ni keçirdim bu tərəfə də. Bərabərliyin bu tərəfinə. Tamam, yazdım mı bunu belə? İndi deyir ki, bunların yerini dəyiş. Baxıram ki, elə 2 düşür. N'ə də 3 düşür. Amma axı mənə deyir bunların yerini dəyiş. O zaman m'ə yazacağım 2. M'lə də yazacağım 3. M'in yerini dəyişdim. Vəssalam. İndi deyir kinetik enerjilərin nisbətlərini hesabla. Yazıram. Y kinetik n'in Y kinetik elə olan nisbəti bərabərdir. Düstur olarak bayaq dedim ki, düsturumuz mv kvadratı bölünsün 2'dir. Yazıram. İkisi için de yazıram. mv, mn, vn'in kvadratı. Çünkü axı kvadrattır v'miz. ml, vl'in kvadratı bərabər. Gətirib qoyuram yerinə. M'imiz 2'dir. M'imiz 3'tür. Bunu yazdıktan sonra indi mənə vn lazımdır. Bir də vn lazımdır. Bunları hardan tapım? Mənə birdən verilən kəmiyyət hündürlükdür. O zaman hündürlüğün düsturuna baş tutacağım. Biz bilir ki h'ımız v kvadratı bölü 2j'dir. Düzdürmü? Buradan v kvadratını tapanda 2j h'a bərabər olacaq. Yazdım. İndi v'nin kvadratı bir vn'e göre tapacağım. Bir de vl'e göre tapacağım. İkisinden 2j yazdım. Axı mənə deyir yerlərini dəyiş. İndi bax v'nin yanına vl'in hündürlüğünü yazacağım. Yəni nə qədərdir? 2'dir, düzdürmü? Vl'in də yanına v'nin hündürlüğünü yazacağım. Yəni h'dır olduğu kimi qalacaq. Bu 2'dən bu 2'ye vuranda bax nə oldu? Bu 2'ni bu 2'ye vurdum. 4ch oldu mu? Yazdım buradan 4ch. İşte getirip koyuram yerine. V'nin kvadratı oldu 4ch. V'nin kvadratı da oldu 2ch. J'lar gitti. 2'ler gitti. Ne kaldı? 3'te 4 kaldı mı? Vesselam. Demek ki kinetik enerjilerimizin nisbəti 3'te 4'e beraber imiş.
Siz də mənimlə bərabər fizikanı bu cür asan və sadə dillə öyrənmək istəyirsinizsə, o zaman kanalıma abunə olun və mənim dərslərimə qoşularaq fizikanı dərindən öyrənməyə çalışın.